Deməli, üçbucağın 3 tərəfi var, elə deyilmi? Bura çəkirəm üçbucaq şəkili. 3 tərəfi var. Şəkil əsasında qeyd edək. Birinci tərəf bu olsun, bu olsun birinci tərəf. Bu olsun ikinci tərəf. Bu olsun üçüncü tərəf. Aha. Birinci tərəfi ikincidən 6 sm, üçüncü tərəfi isə ikincidən 2 dəfə uzundur. Deməli, birinci tərəf ikinci tərəfdən 6 sm uzundursa, nə yazmalıyam ora mən? Yaxşı. Olsun x üstəgəl 6, elə deyilmi? İkinci tərəfi də x-dan işarələdik. Doğrudan da birinci tərəf ikinci tərəfdən 6 sm uzundur, şərti uyğun gəlir. Gəldim indi üçüncü şərtə. Üçüncü tərəf isə ikincidən 2 dəfə uzundur. Yusif, kömək ilə ağla mənə üçüncüyə nə yazım? İkincidən 2 dəfə uzundur. Ay sağ ol, bəli. Və bunu nəyi verilib mənə? Perimetr. Perimetr nə deməkdir? Üçbucağın perimetrini tapan zaman ay sağ ol. Bəli uşaqlar. Perimetri tapan zaman bütün tərəfləri toplamalısan. Birinci üstəgəl ikinci, üstəgəl üçüncü bərabərdir neçəyə? 78 sm. Gəlin yerinə yazaq. Kömək eləyin mənə. Birincinin yerinə nə yazacağım? Bəli. Yusif, ikincinin yerinə nə yazacağım? Üçüncünün yerinə? Bəli. Bərabərdir 78. Kömək eləyin mənə tənliyi həll eləməyə. Neçədən x görürəm Asimin mən burada? Bəli. Bəli. 4x-i tapan zaman nə etməliyəm? Bəli. 4x bərabərdir. Aha. X-i tapın oradan. On 8. Bəli. Diqqətli oluruq Asimin. Yaxşı ağıllı. X-i tapdım 18. X-i hansı tərəfdən işarələmişdik biz? X-i hansı tərəfdən işarələmişdim? Bəli. X-i ikinci tərəfdən. 18 aldım. Onda birinci tərəfim nə qədər olar? Ay sağ ol. X üstəgəl 6-dan 18-in üzərinə 6 gəlir. Elədi 24. Üçüncü tərəfi tap Yusif. Üçüncü tərəfi nə ilə işarələmsən ağıllı? Bəli. Üçüncü tərəfi tapanda nə etməliyəm? 2-ni vurmalıyam. 2 vur 18. Bəli, 36. Aha, bəli, 36. Topla gör bunların cəmi 74 eləyir, 78 eləyirmi? 24-ün üzərinə 36 gələndə üzərinə də gələcək. Bəli, bəli, bəli. Düz hesablamışıq deməli. Səndən də nə istəyirdi? Tərəflərini tap deyirdi. Böyük tərəf, kiçik tərəf soruşmur. Sadəcə deyir ki, tərəflərini tap. Bəli, bu da belə. Bunu bitirdiniz mi uşaqlar? Qeyd edin həllini dəftərinizə. Aha, yazın səliqəli formada. Bu da belə. Deməli uşaqlar, gəlin baxaq 11-ci sualın həllinə. 2 ardıcıl natural ədəddən birincinin 3 misli ilə ikincinin cəmi 125-ə bərabərdir. Ardıcıl ədəd yazıram. Məsələn, 7 və 8. Yazıram 10, 11. Bütün ardıcıl ədədlər bir-birindən neçə vahid fərqlənir? Bəli, məsələn, birinci ədədimi A yazmışamsa, ikinci ədədi nə olmalıdır Asimin? Ay, sağ ol, bəli ağıllı. Mən bilmirəm bu ədədlər hansı ədədlərdir. Bilirəm ki,
Birincinin 3 misli. Birincinin 3 misli deyəndə nə edəcəm birincini? Ay sağ ol. 3 vurulsunla yazıram. İkincinin cəmi. Birincinin 3 misli ilə ikincinin cəmi 125'e bərabərdir. Yəni burada 3A üstəgəl A üstəgəl 1 bərabərdir 125. Yusuf başa düşdün mü ağıllı? De görün burada neçə dənə A var? Bəli, 4A üstəgəl 1 bərabərdir 125. 4 A-nı tapan zaman nə etməliyəm? Bəli. Aha. Yaxşı düşün Asimin. 12'ni 4'e böləndə. 31. Elə değil mi? Bəli. Ana almışsan 31. 3 ana olacaq. 3 vurulsun 31. 93. Bəli. İkinci ədədin nə olacaq? 31 üstəgəl 32. Deməli bu ardıcıl ədədlərin uşaqlar biri 31 imiş, digəri 32 imiş. Başa düşdük mü? Aha, bu da belə. Aydın oldu mu? Əsas odur ki, bilin uşaqlar, ardıcıl ədədlər bir-birindən bir vahid fərqlənir. Bütün tək ədədlər, məsələn, ardıcıl gələn tək ədədlər bir-birindən neçə vahid fərqlənir, Yusuf? Bəli. 3 və 5 bir-birindən neçə vahid fərqlənir? 2 vahid. Ardıcıl gələn 3 cüt ədədlər deyirəm. Məsələn, 6, 8 bir-birindən neçə vahid fərqlənir? 2. Ardıcıl gələn ədədlər isə, məsələn, 10, 11 bir-birindən neçə vahid fərqləndi? 1 vahid fərqləndi. Buna uyğun tənlik qurursunuz uşaqlar. Bu da belə.